Edmondo de Amicis, uşaq ürəyi. Son imtahan. 7 iyul cümə. Bu gün səhər şifahi imtahanımız idi. Saat 8-də biz artıq sinifdə idik. 9-a 15 dəqiqə qalmış bizi dörd zala çağırmağa başladılar. Direktor, müəllimlər və müəllimimiz yaşıl süfrəli masanın arxasında əyləşmişdilər. Birinci çağırılan şagirdlərdən biri də mən idim. Bu səhər anladım ki, müəllimimiz bizi necə çox istəyirmiş. Digər müəllimlər bizi sorğu-suala tutanda, o gözünü bizdən çəkmir, cavabı gecikdirəndə həyəcanlanır, yaxşı cavab verəndə sevinir, hamıya diqqətlə qulaq asırdı. Bizə əl və baş hərəkətləri ilə kömək edirdi. Yaxşı, xeyr, diqqətli ol, tələsmə, afərin. İmkanı olsaydı, cavabların hamısını deyərdi. Müəllimlərimizin əvəzinə şagirdlərin ataları otursaydı belə, ondan artığını edə bilməzdilər. Elə oradaca hamının gözü qabağında ona ucadan təşəkkür etmək keçdi ürəyimdən. Digər müəllimlər mənə yaxşı, kifayətdir deyəndə, sevincdən müəllimin gözləri parıldadı. Mən dərhal sinifə qayıdıb atamı gözləməyə başladım. Demək olar ki, bütün uşaqlar sinifdə idilər. Mən Garroninin yanında oturdum. Kədərli idim. Düşünürdüm ki, budur, biz son dəfə onunla yan-yana oturmuşuq. Mən hələ Garroniyə 4-cü sinifdə onlarla oxumayacağımı, ailəliklə Turindən gedəcəyimi deməmişdim. Garroni başını partaya qoyub yanımda oturmuşdu. Maşinist geyimli atasının şəklinin ətrafını bəzəyirdi. Atası hündür boylu, iri cüssəli kişi idi. Bizim Garroni kimi onun da ciddi və dürüst görkəmi vardı. Köynəyinin yaxası açıq idi. Garroninin çılpaq boynunda boyunbağı gözümə dəydi. Nellinin anasının hədiyyə etdiyi boyunbağı idi. Əvvəl-axır gedəcəyimi ona söyləməli idim. Daha gizlətmədim. Garroni, bu payız atam həmişəlik Turindən gedəcək. O soruşdu ki, mən də gedəcəyəm. Hə, dedim. Demək, sən 4-cü sinifdə bizimlə oxumayacaqsan? Soruşdu. Yox. O bir müddət peronu kağızda gəzdirə-gəzdirə susdu. Sonra başını qaldırmadan sual verdi. Bəs 3-cü sinifdəki dostlarını necə xatırlayacaqsan? Hə, cavab verdim. Hamını, ancaq səni hamıdan çox. Səni heç unutmaq olar?